Salam əzizləyicilər, vaxtınız xeyir. Deməli, bugünkü qonaqlarımızlardan biri BMW C20-dir. Avtomobil B46 mühərriklərdəndir, 2 turbo benzin mühərriklərdəndir və avtomobilin yürüyüş məsafəsini nəzərə alaraq və avtomobil sahibi gətirdi qoydu bizim yanımıza ki, avtomobildə ümumi nə qulluq lazımdırsa olunsun və biz də gördüyünüz kimi hal-hazırda sökmüşük mühərriki, avtomobilin mühərrikin göydə olan vəziyyətdə, yerdə olan vəziyyətdə daha doğrusu ümumi bütün nə qulluq lazımdırsa olunacaq və avtomobil sahibinə təhvil veriləcək və avtomobil sahibi avtomobilində bir çıx səsinə görə hər zaman ustaya gedən adamdır ki, avtomobildə bir problem çıxmasın. Yəni avtomobilinə qulluq eləyən adamdır. Biz də avtomobildə nə problemlər var idisə aşkar elədik və inşallah başlayırıq ki, bu gündən etibarən həmin avtomobildə bütün lazımi qulluqlarını eləyək ki, avtomobil sahibinin avtomobil incitməsin. Və sonradan deməyin ki, BMW rasxoddur. BMW sadəcə olaraq vaxtında baxmaq lazımdır ki, sonradan BMW sizi incitməsin. Nəinki BMW, istər marka model fərq eləmir. Əgər biz bu avtomobili sürürüksə və onu vaxtında baxmalıyıq. Eynilə belə avtomobil sahibləri kimi. Bağla.